Troya müharibəsi olmayıb. Qədim Yunan tarixində bu böyük savaşın eramızdan əvvəl 13-cü əsrdə baş verdiyi göstərilir. Lakin çox güman ki, Troya müharibəsi əslində baş verməyib. Türkiyənin şimal-qərbində 19-cu əsrdən etibarən aparılan arxeoloji qazıntılar bu hadisəni təsdiqləyəcək heç bir sübut ortaya çıxarmayıb. Uzun illər qazıntılara rəhbərlik etmiş Alman arxeoloq Manfred Korfman hesab edir ki, Troya adlandırılan şəhər o dövrdə adi sayılan kiçik münaqişələr nəticəsində dəfələrlə əl dəyişdirilib və nəhayət dağıdılıb. Professor Lev Klein araşdırmaları isə onu belə nəticəyə gətirib. Şəhərin ölçüləri Homerin təsvir etdiyi böyük ordunu yerləşdirməyə imkan vermir. Eyni zamanda 10 il davam edəcək mühasirə üçün kifayət qədər ərzaq saxlamağa yer yoxdur. Qazıntılarda Yunanlıların hücumunu sübut edən heç bir əlamət tapılmayıb. Şəhərdə bir ədəd belə Yunan nizəsi ya oxu qalmayıb. Bu səbəbdən Troya müharibəsinin reallığını təsdiqləmək mümkün deyil. Klein İlyadanın özünü də diqqətlə təhlil edib və əsərdə bir çox səhnənin müxtəlif variantlarla təkrarlandığını görüb. Onun fikrincə eramızdan əvvəl 19-cu əsrdə Axeylər həqiqətən də Troyanı fəth etmək istəmiş, amma buna nail ola bilməmişdilər. Zaman keçdikcə bu gerçəkləşməyən arzular qəhrəmanlıq dastanlarında canlanıb və nəticədə İlyada meydana gəlib.